Allahın salamı olsun. Hörmətli Mehriban xanım Əliyeva, sizdən xahiş edirəm. Bir şey bəlkə də, yəni siz bilirsiniz, düzdür, siz maraqlanırsınız da, bilirsiniz də, amma yəni mollarda vacib söz deyirəm, valla. Bir də axıra qədər, mən çox istəyirəm yayılsın bu video ki, sizə çatsın. Mehriban xanım Əliyeva, təsəvvür edin ki, metrolarda giririk, metroya, yəni girişdə eyni hündürlüyü, yəni yarım metrdən biraz çox, 1 metrdən az. Nə bilim, o altı üstüdəki, yəni kutu kimi şeydən biz veşlərimizi qoyuruq, keçirik. O altı üstüdəki 1 metr heç olmaz. Yəni, bu təhlükəli şeydir o cəhətdən ki, mən polisləri orada bildirəndə, məni sənin çəkim sizə göstərim, imkan vermədilər, dedi, çəkmək olmaz, sildi polis. Yəni, bir balaca kutudur, mən bildirirəm, yəni ki, mollarda o insan qarışıq, yəni metroya girən əlində veş qarışıq, mollarda var elə, veş qarışıq insan belə qapıdan keçir, onun üstündə nə var bilinəcək, yəni siqnal verir, ya göstərir, bilmirəm. Amma bu metroda mən sual verdim polisə ki, tutaq ki, mən sumkamı qoyuram da, sumkamın içində deyəm, nəsə varsa mən qoyaram heç ora, özə balaca, laf balaca böyük fərqi yoxdur. Yəni, kimsə üstündə nəsə silah gəzdirə bilər. Mən dedim, tutaq ki, mən sumkamı qoydum. Əvvəla bu mənim sumkamda nəsə olsa, heç ora qoymarım. Yəni, üstündə gəzdirərəm. Dedi, sənin üstündə var. Dedim, yox. Prosta ki, mən indi bəlkə kimsə, dedim, əvvəl soruşmuşdum, demişdim, nəyə görədir? Deyək, kimsə silah, bıçaq gəzdirirsə, yapılan. Bıçağı üstündə deyəm, adam gəzdirmir, qoyur sumkaya ki, orada qoyur ki, yoxlasınlar. O kutunun içindən keçir, reysdən, sonra o bir tərəfdən götürür. O düzgün deyir, ya Azərbaycan düşmənləri çoxdur, Allah bizi saxlayır, qurban olma Allah. Allaha qurban, Allaha əmanət olun, siz ailənizlə bir yerdə dünyada ən lazımlı adamsınız. Yəni, Azərbaycan Allahın sevdiyi bir ölkədir ki, yəni, burada həqiqətən də İmam Hüseynə, İmam Əliyə, Allaha böyük hörmət var. Sadəcə dini təbliği çox pis edirlər. Yəni, ona görə də mən narazıyam ki, yəni, belə də mən məscidlərə artıq getmirəm. Nəysə, bağışlayın. Vaxtınızı aldımsa da çox üzr istəyirəm. Diqqət yetirilsin. Yəni, mümkündürmü ki, orada mollardakı kimi insan deşdirir, bildi. İnşallah. Bəlkə mən sumkama qoyum. Sumkama qoysam qoyaram o sumkanı. Orası yoxla mənim sumkanın içində nəsə var. Bəlkə üstündə gəl. Oğlanı polisdən soruşdum. Üstündə olsa, bəlkə kiminsə üstündə olsa, mən İraqda mən elə adam deyil. Üstündə olanda necə bilirsiniz? Deyir, onu gözlərindən bilirik. Elə şey olur, Allahdan başqa heç kəsin ürəyini bilmir. Qurban olmalılar, yəni metro partası Allah uzaq eləsin, təsəvvürünə baş verir. Deyirsən, qorxursan, polis mənə deyir, elə bir şey, psixoloji bir, mən də sakit və rahat danışırdım, deyirəm, niyə qorxurum? Mən qorxmuram, sadəcə təhlükəlidir də. La belə partlayış olmasın, bıçağı bəlkə üstündə gəzdir, bəlkə terrorçular vardı üstünə, nəsə bildi. Qurban olmalılar. Allah sizi qorusun. Amin. Amin. Sağ olun.